Müminde 3 tane xasiyyət olmayınca o mümin olmaz. Bir mümin, bir müsəlman, bir iman əhli o zaman kamil mümin olar ki, 3 xasiyyət onda olsun. Biri Allahın xasiyyətidir. Mümində gərək Allah Taala'nın bir xasiyyəti olsun. Biri Peyğəmbərin xasiyyətidir. Hər mümində gərək Peyğəmbərin bu deyəcəyim xasiyyəti olsun. Biri də imamın xasiyyətidir. Hər mümində gərək imamın xasiyyəti olsun. Allahın xasiyyəti budur ki, mümin Allah Taala kimi gərək sir gizlədən olsun. Sir saxlayan olsun. Başqalarının eybini gizlətməyi bacarsın. Öz eybini gizlətməyi bacarsın. Çünki insanın öz eybini özü açsa haram iş görmüş olur. Mən dünən bir günah eləmişəmsə, ixtiyarım yoxdur gəlib sizə deyəm ki, dünən bu günah elədim. Adətən belə demirik də. Biraz bəzək-düzək vurub deyirik. Allahdan gizlin deyir, səndən nə gizli? Bu çox iyrənc sözdür düşüb dilimizə. Bu yaxşı söz deyil, bu atalar sözü deyil. Atalar sözü də olsa, atalar bunu düz deməyiblər, pis deyiblər. Atalar burada səhv eləyiblər. Allahdan gizlin deyil, səndən nə gizlin? Necə yəni səndən nə gizlin? Allahdan gizlin olmayanlar gərək bəndədən gizlin olsun. Mən öz eybimi gizlədirəmsə, bu riyakarlıq deyil. Bu ikiyüzlülük deyil. Allah əmr eləyib gizlət. Adamın borcudur, başqalarının da eyblərini gizlətsin, öz eyblərini də gizlətsin. Əgər mən öz eybimi gizlətməsəm, məsələn, piş namazamsa, kim mənə iqtidə eləyər? Gələrəm məscidə. Cəmaat deyər, hə, ya Allah, gəlin bu mollaya iqtidə eləyək. Mən də deyərəm, yox, hay cəmaat, gecə mən içmişəm. Haqqım yoxdur bunu deməyə. Dünən saat filanda mən qeybət elədim, mənə iqtidə eləməyin. Haqqım yoxdur bunu deməyə. Mən cəmaat namazında öndə dayanıramsa, piş namaz qalıramsa, imam cəmaat qalıramsa, ədalətli olmalıyamsa, bu demək deyil, özümə ədalətli hesab etməliyəm. Cəmaat mənə ədalətli hesab etsə kifayətdir. Yoxsa heç İmam Peyğəmbər də özünü ədalətli hesab eləmirdi ki. Onlar da deyirlər, mənim günahım var. Bunda gərək heç kəs piş namazı iqtidə eləməsin. Gərək heç kəs müştehid olmasın. Bu doğru söz deyil. Allahdan gizlin deyil, bəndədən nə gizlin. Əksinə, Allahdan zaten heç nə gizlin deyil, onsuz da gizlin deyil, bəndədən gizlədilməlidir bunlar. Bəndələrə günahları reklam eləmək olmaz. Adamların, möminlərin də, qeyri-möminlərin də beynində, qəlbində Allah Taala bir şey yaradıb. Özünün xəbəri olmadan avtomatik işləyir o. Onu xoddamırsan. O nədir? Məsələn, bir günahdır, uzun müddətdə o günahı eləmək istəyirəm, cəsarət eləmirəm. Bir də görürəm ki, dostum deyir ki, dünən mən o günahı elədim, məndə cəsarət yaranır. Ürəyimdə, şuur altımda bu yaranır ki, bunu eləyən var, mən də eləyə bilərəm. Yaxşı işlər də belədir, məsələn, sən ehsan verdin evində. Mən istəməsəm də beynimdə bu proses gedir ki, ehsan vermək olur, filan kəs verdi, mən də verim. Yaxşı xasiyyətləri də insan avtomatik götürür. Pis xasiyyətləri də insan avtomatik götürür. Özündən xəbəri olmadan. Ona görə mən başqasının eybini də sizin yanınızda açsam, günahı reklam eləyirəm sizə, sizi günaha cəsarətləndirirəm. Öz eybimi də açsam, sizi günaha cəsarətləndirirəm. İnsanlar günahların 99%-ni Allaha görə tərk etmirlər ki. İndi faizdə bəlkə səhv eləyəm, neçə faizli bilmirəm.
İnsanlar əksər faizini, günahların əksər faizini niyə eləmirlər? Cəmaatdan ayıbdır. Əksəri belədir də, təklidə elədiyimizi cəmaatın içində eləmirik. Niyə? Utanırıq. İndi mən elə bir şərait yaradıram ki, sən daha utanmırsan. Deyirsən ki, Mirzəfər mən sirrimi açdı, mən biyabır oldum da, niyə eləməyim ki? Bundan sonra bunu rahat eləyəcəm. Amma mən sənin sirrimi gizlətsəm, sən mənim sirrimi gizlətsən, biz öz sirrimizi gizlətsək, öz sirrini açmayana afərin desək, riyakar deməsək ki, sən nə riyakar adamsan, dünənləri filan şey eləyirdin, bugün gəlib Allahdan danışırsan. Onda cəmiyyət bədbəxt olur. Müştəhidlərə sual verirlər ki, əmr və məruf eləyən adamın adil olması şərtdir ya yox. Mən sənə gəlib demək istəyirəm ki, gəl namaz qıl. Demək istəyirəm, araq içmə, oğurluq eləmə. İndi mən özüm ədalətli olmalıyam bunu sənə demək üçün. Yəni, məsələn, piş namazı necə iqtida edirik piş namaza? Ədalətlidirsə iqtida edirik. İndi nəsihətdə, əmr və mərufdə də ədalətli olmaq şərtdir buyurur, yox. Ədalətli olmaq şərt deyil. Günahkara da vacibdir desin, eləmə. Və o tərəfdə qəbul eləməlidir, deməməlidir, bəs sən dünən eləyirdin. Möminə də vacibdir desin, eləmə. Allah çox sirrimizi gizlədib bizim. Və bizim də Allahın bu xasiyyətindən xoşumuz gəlir. Ayda ildə bir dənə sirrimizi açanda Allahdan küsürük. Pis oluruq. Deyirik, mən sənə etibar eləmişdim. Allah da bir məsləhət üçün eləyir onu. İndi hər şeydə Allahın boynuna yıxmaq da düzgün deyil. İndi mən gəlib sən sirri açmışsam, sən deyən ki, ay Allah, niyə? Allah eləmədi ki, mən elədim. Bəzən biz Allahın boynuna yıxırıq axı. Məsələn, sən mənim pislik eləmişsən, sənə gücüm çatmır. Gedirəm, başlayıram Allahla deyinməyə. Allahın nə günahı var ki? Filan kəs eləyib Allahla deyinir. Oğlum maşın vurdu, ay Allah, mən neynəmişdim? Əşə Allah maşın sürmürdü. Filan kəs sürdü, maşını o vurdu. Öz təqsirində, başqasının təqsiridir. Gərək Allah Teala kimi eyib gizlədən olaq, sir gizlədən olaq. Sir gizlətməkdə bir-birimizə kömək eləyək. Quran buyurur, Təavənu aləl birri və təqva. Təqvalı olmaq üçün köməkləşin. Yaxşılıq eləmək üçün köməkləşin. Və la təavənu aləl ismi vəl-udvan. Günah eləmək üçün köməkləşməyin. Düşmənçilik, ədavət eləmək üçün köməkləşməyin. Ayədir bu. Biz bir-birimizə dəstək olmalıyıq ki, Allahın bu xasiyyəti bizdə olsun ki, biz də sir gizlədən olaq. Hədislərdən belə bilinir ki, kim sir gizlədən deyilsə, Allah qiyamət günü onu rüsva eləyəcək. Açacaq günahların deyəcək, bu belə adam idi. Kim sir gizlədəndirsə, Resulullah sallallahu aleyhi və aleyh Allah Teala'ya dedi ki, ilahi, mənim ümmətimin haqq hesabını başqa peyğəmbərlərin yanında eləmə. Mənim ümmətim utanar. Xitab gəldi ki, ey mənim rəsulum, sənin ümmətindən elələri var ki, heç onların haqq hesabını sənin yanında da eləməyəcəm. Səndən də utanmasınlar. Hamının yox da, indi elə adam var ki, peyğəmbər hər şey şahiddir, amma elə adam var ki, Allah onu xüsusi haqq hesab eləyəcək. Onlardan biri də sir saxlayanlardır. Sir saxlamaq, tək eyib gizlətməkdə yox, ha. Tək günah açmaqda, qeybət eləməkdə, rüsva eləməkdə yox. O ki, bilirsən ki, tutalım, filan kəs hər gün evində ehsan verir. Bilirsən ki, onu qonşuya desən, gəlib qoymayacaqlar ehsan verməyə. Niyə deyirsən? O məşhur lətifə var, o qədər hikmətli lətifədir o, o qədər xoşum gəlir ondan. Biz onu bacarsaq dünyanın ən kamil insanlarından biri olarıq. Deyir, bir nəfər atdılar həbsxanaya, zindana. Həbsxana müdürü deyir ki, sən yaxşı oğlansan, saf uşaqsan. Səni aparacam laf o ağsaqqalların otağına. Əladır da, hər şey var. Televizor var, soyuducu var, yemək, içmək, pəncərəsi var, hava açıqdır, gəzmək. Bir dənə şərti var. Şərt nədir? Sus. Artıq əski danışma. Hə, yaxşı. Gəldi, girdi bunların otağına, gördü, vay dədə vay. Bir dənə kepqalı, ağsaqqalı oturub orada təsbih çevirir. Bir dənə ayrı duranla burada, bunlar kimdirlər, hamısı əcdaha qocaman
Bəlkə 20 ildə, 30 ildə həbsxanada olurlar. Heç kəsə danışmır. Bu da oturdu pəncərənin qabağında, baxır havaya belə. Baxır bunlara, danışan yox. Baxır. Bir saat, iki bezdi də. Baxdı havaya dedi, deyəsən yağış yağacaq. Buna deyən kimi o təsbih fırladanlardan biri dedi, yağmasa başını kəsəcəm. Demirsən yağacaq, tez ol yağdır. Qardaş, niyə elə şey danışırsan ki, altında qalasan? Deyir o gün də bir yer dedim o Şeyx Rəcəbəli Xəyyət rəhmətli. Deyir, həmişə mən deyirdim ki, Allahın övliyalarına qurban olun. Allah dostlarına qurban olaram. Yuxuda gördüm ki, bir dənə kişini gətiriblər, otuzdurublar, mənim onun ayağının altında qurban kəsilir. Niyə siz bıçağı dayıblar boğazıma? Dedilər, övliyadır da. Sən qurban kəsirik. Dedim, niyə? Dedi, sən həmişə demirdi ki, övliyalara qurban olun. Qurban kəsir. Dedim, mənə söz gəlişi. Dedi, hə, ağlığa gələn danışma. Deyən, Allah övliyalarının başına dönüm, xidmətçisi olun. Danışıqlı bil danış. İnsan gərək Allahın bu xasiyyətinə malik olsun. Sir gizlətsin, eyib gizlətsin. Nöqsanı örtbasdır eləsin, rüsvayçılıqdan qorusun. İmam Rıza ağa buyurur ki, mümin o zaman mümin olar ki, bu xasiyyət onda olsun.